Cəlilabad rayonunda 1981-ci il təvəllüdlü Xəlil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə xəsarət yetirib. Hadisə 10 iyul 2024-cü ildə Cəlilabad rayonunun kəndində baş verib. Xəlil kənddə yerləşən fərdi yaşayış evində arvadı Mədinə ilə aralarında ona xəyanət etməsi üstündə yaranmış ailə münaqişəsi zəminində yumruqla 2 dəfə baş nahiyəsindən qəsdən vurub. Hadisəni törədən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərərçəkmiş Mədinə onun arvadıdır. Onunla 2023-cü ildə ailə həyatı qurub, birgə nicahdan 3 övladları dünyaya gəlib. Mədinə ilə birgə nicah daxil olduqdan sonra 2 il müddətədək aramızda heç bir ciddi problem və münaqişələrimiz olmayıb. Lakin son 2 ilə yaxın müddətdə arvadım ilə aramızda müxtəlif səbəblərdən narazılıq yaranmağa başladı. Mədinə güya ona xəyanət etdiyimi bildirdi. Lakin mən arvadıma xəyanət etməmişəm. Arvadım buna görə mənimlə əsassız mübahisələr etməyə başladı. Yaşadığımız evdə olan narazılıqdan məlumat alan anası ötən il iyul ayında Mədinəni yaşadığımız evdən götürərək öz evinə apardı. Mədinə həmin zaman 4 gün anasının evində qaldıqdan sonra yenidən yaşadığımız evə qayıtdı, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin yanvar ayının 19-una dək Mədinə onunla eyni evdə yaşayıb. O yenidən inciyərək evdən çıxaraq getdi. Həmin ilin mart ayının 17-sində bacım, qardaşım, yeznəm, bibim oğlu və qardaşımın yaşadığımız evə gəldilər. Həmin zaman arvadım da onlarla birlikdə gəldi. Həmin şəxslər bizi barışdıraraq getdilər. Həmçinin arvadım anamdan üzr istədi, deyə Xəlil ifadəsində göstərib. Xəlil bildirib ki, iyulun 10-da saat 20 radələrində qardaşının evində arvadı Mədinə ilə aralarında mübahisə baş verib. Mədinənin bacısı onun özü ilə aparacağını dedi. Arvadımı götürərək apardı. Mən həmin zaman arvadım ilə mübahisə edərək yumruqla 2 dəfə onun baş nahiyəsindən vurdum. Qeyd olunan hadisə Cəlilabad rayonunun kəndində yerləşən fərdi yaşayış evində baş verdi. Həmin hadisəni kənar şəxslərdən heç kim görməyib, bu hadisə 5 dəqiqə davam etdi, deyə o ifadəsində göstərib. İş üzrə zərərçəkmiş qismində ifadə verən Mədinənin sözlərinə görə əri Xəlillə 20 il mehriban yaşayıblar. Ərimin mənə xəyanət etdiyini öyrəndikdən sonra münasibətlərimiz korlandı. 19 yanvar 2024-cü ildə saat 22 radələrində ərim başqa bir qadınla mobil telefonla danışmasının şahidi oldum. Buna görə də aramızda mübahisə baş verdi. Ərim məni evdən qovdu. Mən təxminən 3 ay qaynımın evində qaldım. 3 aydan sonra Rusiya Federasiyasında yaşayan digər qaynım gələrək bizi barışdırdı, deyə o ifadəsində göstərib. Zərərçəkmiş bildirib ki, aprelin 23-də yenidən evdən çıxıb və qaynanasının evində qalıb. İyulun 10-da saat 20 radələrində ərim anasının evinə gələrək qardaşını da özü ilə ora çağırtdırdı. Xəlil məni evə aparmasını dedi. Buna görə bizim aramızda mübahisə baş verdi. Mübahisə zamanı Xəlil məni yumruqla 2 dəfə baş nahiyəmdən vurdu, deyə zərərçəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Cəlilabad rayon məhkəməsində baxılıb, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Xəlilin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa
Bakının Xətai rayonunda 1978-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Məlahətə xəsarət yetirib. Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Məlahət ilə 2000-ci ildə ailə həyatı qurub və 2023-cü ildə rəsmi olaraq boşanıblar. 2025-ci ildə saat 18 radələrində Məlahətin yaşadığı mənzildə onunla aramızda şəxsi münasibətlər zəminində mübahisələr yarandı. Mübahisə vaxtı əsəbləşərək əl zərbələri ilə onun baş və bədənini müxtəlif nahiyələrindən vuraraq onu döydüm. Hadisə vaxtı mənzildə bizdən başqa kimsə olmayıb, deyə o ifadəsində göstərib. Məhkəmə iclasında suallara cavab olaraq bildirib ki, daimi yaşayış yeri yoxdur, taksi fəaliyyəti ilə məşğul olur, maşında gecələyir. İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə Vüsal ilə əvvəllər evli olub, 2023-cü il tarixdən rəsmi olaraq onunla boşanıb. Boşanmağımıza baxmayaraq Vüsal tez-tez güya mənim başqa şəxslə danışaraq görüşdüyümü bəhanə gətirərək mübahisələr edir. Sonuncu dəfə hadisə günü saat təxminən 18 radələrində yaşadığımız mənzildə Vüsal ilə aramızda şəxsi münasibətlər zəminində mübahisə yarandı. Mübahisə vaxtı Vüsal əl zərbələri ilə baş və bədənin müxtəlif nahiyələrindən vuraraq məni döydü, deyə zərərçəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Xətai rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Vüsal 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirlənən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib, o dərhal məhkəmə iclas zalından həbs edilib.